Məsələn, İbn Sinaya görə qiyamətdə diriliş cəsədlərlə olmayacaqdır. Təbii ki, indi filosoflar çox şeyi maddi məsələlərlə uzlaşdırıb, məsələn, deməli, şərh verməyə çalışıblar. Ümumiyyətlə, yəni bəzi filosofların İbn Sina kimi bəzilərinin fikirləri bu cürdür. Hələ Qəzali kimiləri də İbn Sina kimilərini küfrdə ittiham ediblər bu məsələlərə görə ki, yəni siz Allahın qüdrətinə şübhə ilə yanaşmısınız. Yəni Allah çürümüş sümükləri də dirildib qaldırmağa qadirdir. Bu barədə nə deyə bilərsiniz? Qiyamət günü ruhlar mı sorğuya çəkiləcək? Necə ki, biz yaradılmamışdan əvvəl Quran-ı Kərimdə buyurur ki, ruhlarınızı xəlq etdim və soruşdum, mən sizin Rəbbinizəmmi? Ruhlar da dedi, bələ, ya Rəbb, bəli, sən bizim Rəbbimizsən. Bunu etiraf etdilər. Hərçənd ki, onda cəsədlər yox idi. İndi bunu kimi, buna paralel olaraq qiyamət günü də bu diriliş, bu hesaba çəkilmə, cəsədlərlə mi ruhun yenə də bu dünyadakı kimi vəhdəti şəklində olacaq, yoxsa yalnız ruh şəklindəmi? Bu məsələ əslində Quran-ı Kərimdə baxsaq, surun çalınması var. 3 dəfə sur çalınacaq təbii ki. Birinci surun çalınışında bütün yer üzündə olan bütün insanlar dünyasını dəyişəcəklər. Və dəyişiləndən sonra fərqli mənbələrdə fərqli keçir, müəyyən bir zaman keçəcək təbii ki və yenidən ikinci sur çalınacaq. İkinci sur çalındığı zaman nə olur əslində? Bildiyimiz kimi böyük bir kinetik enerji ilə kainat yaranmağa başlayıb və həmən kinetik enerji bitəcək və geriyə doğru dartılma prosesi baş verir. Yəni zaman geri qayıdacaq. Necə ki biz o müəyyən cihazlarda baxdığımız zaman məsəl üçün verilişi geri çevirdiyimiz zaman yediyimiz, qəbul elədiyimiz şeylər təzədən geri qoymalı olur. Eynən həmən şəkildə qəbirlərdə olan həmən insanların vücudları oradan çıxarılacaq və geriyə doğru, ərşə doğru gedəcəklər. Çünki yerdə artıq cazibə qüvvəsi itdiyi üçün vücudları artıq yer cəzb etməyəcək. Və vücudlar həmən eyni şəkillərini alacaqlar. Bərzəxdə olan nəfslərlə Allahın hüzurunda birləşəcəklər. Çünki günah işləyən bu iki dənə varlıqdır. Və ikisi yenidən nəfs vücuda girəcək və hesaba tabi tutulacaq. Hesaba tabi tutulandan sonra artıq kim cənnətlidir, kim cəhənnəmlidir hökmü verildikdən sonra sur yenidən çalınacaq və insanlar təbii ki, nəfslər yenə də gedəcəklər artıq bərzəx aləminə və yenidən sur növbəti dəfə çalındığı zaman isə cənnətə gedənlərə cənnətlik vücudlar, cəhənnəmə gedənlərə isə cəhənnəmlik vücudlar verilib ora göndəriləcəklər. Çünki Quran-ı Kərimdə baxdığımız zaman cəhənnəmdə olan insanların əzablarından danışdığında deyir ki, onların dəyərləri deyir, yanacaq və yeni dəyərlər üzərinə gələcək. Amma bu günləri bizim bu vücudlarımızda bu qabiliyyət yoxdur. Siz bayaq qeyd elədiniz ki, ruh Allahdan gələn bir müqəddəs varlıqdır. Yəni ona görə əzaba sorumlu tutulmayacaqdır. İndi yaxşı, cəhənnəmə gedənlərin də cismində ruh olmayacaqmı? Xeyr, cəhənnəmə gedənlərin cismində ruh olmayacaq. Ki, ruh əzab çəkməməli. Bəli, təbii ki, cənnətə gedənlərin də vücudlarında olmayacaq təbii ki. Yəni ruha ehtiyac olmayacaq. Bəli, təbii ki. Çünki günahın ümumiyyətlə baxsaq mərkəzi, o ana nöqtəsi, mərkəz nöqtəsi nəfsdir. Vücudu da əslində yanlışlığa doğru aparan nəfsdir. Bütün günahların səbəbkarı odur. O yüzden də bütün cəzalar nəfsə verilir.